Vüqar, peşədə dostların çoxdur? Mənim çoxum dostlarım var, evladılar. Mirzə, mərkəzimizdə sənə qarşı olan münasibət necədir? Mən bu məktəbə gəldiyimə görə çox şadam. İstər müəllimlər tərəfindən, istər şagirdlər tərəfindən gördüyüm qayğıya görə təşəkkür edirəm, minnətdaram sizə və ixtisasım üzrə qazandığım uğurlara görə sizə təşəkkür edirəm. Tədris prosesində çətinliklərin olubmu? Xeyr, tədris prosesində elə də çətinliyim olmur, çünki müəllimlərin fərdi yanaşması nəticəsində dərslər maraqlı və intellektual keçir. Mübariz, seçdiyin ixtisası sevirsənmi? Bəli, sevirəm. İxtisasımı özümü seçib gəlmişəm. Amin, praktik cəhətdən öz ixtisasını mənimsəməkdə çətinliklərin olurmu? Hər şey yaxşıdır, hər şey yaxşı başa düşürəm, hər şeylər qaydasındadır.